Abdulla Şaiq. Məktub yetişmədi. Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey değildi. Dünyada bütün səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. Qurban Şeytanbazar ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş, soyuqdan əlləri üzü bozarmış, bir əli ilə köhnə və yırtıq paltarının açıq yaxasını tutaraq, o biri əli ilə də ayaqlarına buz kimi yapışan yırtıq çustunun palçığını təmizləyə-təmizləyə, Molla, mənə bir məktub yaz. Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, ancaq bununla sənə 5 məktub yazdırıram, dedi. Molla Fərzəli soyuqdan donmuş əllərini ovuşdurdu. Əsnəyə-əsnəyə bir kağız parçasını dizi üstünə alaraq, həmşəri, nə yazılacaq, dedi. Qurban Molla Fərzəliyə biraz da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq, Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, dedi. Yaz ki, ana xanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün. Onlardan göz qulaq olsun. Sonra yaz ki, mən də şükür Allaha sağ və salamatam. Qulamrıza ilə sizə 15 manat göndərdim. Bayram qabağı yenə göndərəcəyəm. Uşaqlar korluq çəkməsinlər. Özüm də yazın axır ayında gələcəyəm. Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mürəkkəb qatı olduğundan yazmadı. Molla ağzının suyundan bir damla mürəkkəbə damızdırıb, qarışdırdıqdan sonra yazmağa başladı. Qurban döşü açıq arxalığının və köynəyinin arasından görünən soyuğun təsirindən dik-dik durmuş qıllarını arxalığının yaxalığı ilə örtüb, sümüklərinə qədər nüfuz edən soyuqdan yumaq kimi büzüşərək dedi. Molla əmi, yaman adamın quyusunda işləyirəm. Quyu indi 30 sajından aşağı enib. Nə qədər yalvarırıq ayağa, haqqımızı biraz artır. Aşağı getmək çox çətindir. Neftin, qazın iyindən nəfəs tutulur. Zalım oğlu razı olmur. Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəm, deyir. Molla, burada pul qazanmaq çox çətindir. Sənin peşən yaxşıdır, gündə 5-10 kağız, 4-5 dua yazsan bəsindir. Allah bərəkət versin, daha nə istəyirsən? Molla Fərzəli qələmi qələmdana qoydu. Divarın deşiyindən 2 barmağı arasında bir qədər torpaq alıb, məktubun üstünə tökərək, quruda-quruda cavab verdi. Həmşəri, uzaqdan döyüş adama asan gəlir. Mənim sənətim bildiyin qədər də yüngül deyil. Qış, yaz, küçə başında müştəri yolu gözləməkdən adamın gözlərinə qaranlıq çökür. Elə gün olur ki, bir nəfər də müştəri gəlmir. Qarnını ovuşdura-ovuşdura qalırsan. Molla əbasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. Qurban Mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi ağzını açmış diqqətlə onu dinləyirdi. Sonra üzündə gözlərində sevinç qığılcımları uçuşaraq, Molla, Qulam Hüseynə də salam yaz, dedi. Yaz ki, mən gəlincə uşaqlardan göz qulaq olsun. Yazsın görüm bizim qızıl inək dururmu? Kor yabını satıb ya yox. Bir də yaz ki, gələndə ana xanıma güllü-güllü dəsmal, məmişə də qırmızı köynək gətirəcəyəm. Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü Qurbana tutub, həmşəri, zərfin üzü kimin adına olacaq, deyə soruşdu. Qurban əli ilə boynunu ovuşdura-ovuşdura, hə Molla, yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək. Molla zərfin üzünü yazıb Qurbana uzatdı. Qurban məktubu alıb sevincək 2 əli arasında diqqətlə baxdıqdan sonra qoynuna qoymaq istədi. Məktub əlindən yerə düşdü. Məktubu tez götürdü. O yan bu yanını təmizləyib yenidən qoynuna qoydu. Kisəsini çıxarıb 2 şahı Mollanın ovcuna sıxaraq, al həmşəri. Bayram qabağı gənə məktub yazdıracağam, məndən sənə çox xeyir çatacaq, deyib qalxdı. Qurban əli ilə qoynundakı məktubu bərk tutaraq yeriyirdi. O indi həmşəhərlisi Qulamrızanın mənzilinə gedib həm məktubu ona vermək, həm də dilcavabı 1-2 söz sifariş etmək istəyirdi. Yolda yeriyərkən düşünürdü. Əcəb bəxtəvər adamdır, indi gedib balalarını görəcək, külfətinə elinə obasına qovuşacaqdır. Oh, 1-2 ay sonra oralar nə gözəl olacaq. Çöllər, dağlar yamyaşıl olacaq. Çiçəklər açacaq, ağaçlar yarpaqlanacaq. İlk baharın elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb
yuvalarını tikəcək. Səhər və axşam şirin-şirin nəğmələrlə ruhları, ürəkləri oxşayacaqlar. Hər yerdə əkin və bostan işləri başlanacaq. Balıqçılar çaylardan və göllərdən balıq ovlayacaq. Ah, məni bu gözəlliklərə, ev eşiyimə, uşaqlarıma həsrət qoyan kasıblıq. Bu kədərli düşüncə Qurbanın vücudunun hər sahəsinə sürətlə yayılaraq bütün bədənini titrətdi. Daxilində əzici bir sızıltı duydu. Qəlbi sanki bir an dayandı. Artıq dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. O ayaqları altında xışıldayan qarın üzərinə birdən-birə üzü quyulu düşdü. Ölgün və üzgün halda başını qaldırdı. Qabağında izdihamı yarıb keçən arabaları, isti paltarlı, şən sifətli insanları, o qaynar həyat sahəsini qəzəbli nəzərlərlə süzdü. Bir ixtiyar soyuq dodaqlarından bütün istirab və kədərlərinə tərcüman olan of uçdu. Özünü doğruldaraq düşdüyü yerdən qalxdı. Tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. Biraz sonra Qulamrizanın mənzilinə yetişdi. Qapı bağlı idi. Məyus və dalğın halda geri döndü. Qarışqa kimi qaynaşan işçilər içində sərsəri kimi dolaşarkən həmşərlisi Səftəri gördü. Ona yaxınlaşaraq əhval soruşdu. Məlum oldu ki, Qulamriza şəhərə getmişdir. Qurban Səftərə yalvardı ki, Qulamriza qaydanda mənim gəldiyimi ona de. Tapşır ki, məni görməmiş getməsin. Amanatım da dil cavabı sifarişim də var. Bunu deyib Qurban mənzilinə qayıtdı. Namərdlər, alçaqlar, nə qədər ki quyu dərinləşməmişdi. Mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. İndi ki quyu dərinləşib, mənə baş olmaq istəyirlər. Quyu dərinləşib, ölüm ayağı var. Daha nə bilim, nə deyə hər gün təzə şərt qoyurlar. Tufu sizin kimi namərd adamlara. Sizə qırmanc lazımdır, qırmanc. Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən quyuya buraxdıqdan sonra Tanrıverdi, ay ağa, dedi. Bilirsən ki, quyunun indi çətin vaxtıdır. Əjdaha kimi ağzını açıb qurban istəyir. İnsaf da yaxşı şeydir axı. Səfər Tanrıverdinin sözünü kəsdi. Göz işlədikcə sıra ilə düzülən neft buruqlarına əli ilə işarə eləyərək əlavə etdi. Bax, bu yerlərin hər güşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən. Bu uca evlərdə, isti ocaqlarda naz neymət içində yaşayan, Hacı Qulu Səfərin sözünü kəsib, ayaqlarını yerə çırparaq, bağıra-bağıra, canınız çıxsın dedi, pul qazanmaq asandır. Siz canınızdan keçirsiniz, biz də ətək-ətək pulumuzdan. Səfər, Qurban ipi tərpədir. Səfər və Tanrıverdi tez quyunun ağzına yürüdülər. Başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gürültüsündən diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə, Allah özü bağışlasın, Qurban da belə getdi deyə fəryad qopardılar. Hacı Qulu bir şey eşitmirmiş kimi qorxa-qorxa quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində üzündə daşqın bir sevinç qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır dedi. Tanrıverdi soyuq və laqeyd bir tövrlə Hacı, Qurbanın meyti quyuda qalacaq deyə soruşdu. Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən 2.25'lik çıxarıb, kim bu işi görsə bu 50 manat onundur dedi. Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görüncə, yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın dedi. Hacı 50 manatı onlara verdi dedi. 50 manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın. Səfər soruşdu, ağa bəs paltarı nə olacaq? Hacı əlini onun çiyinə qoyaraq, yağlı bir dili ilə, onu da buralarda bir yer qazıb bastırın dedi. Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. Məktubun üzərində bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək cümləsi yazılmışdı. Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlə süzərək, yazıq Qurban, məktub yetişmədi deyə inlədilər.